Usikum və nəfsi bi təqvəllah. Özümə və sizə ilahi təqvaya riayət etməyi tövsiyə edirəm. Bugünkü mövzumuz axirət barəsindədir. İkinci mövzumuz bizim axirət barəsindədir, hansı ki, bizim dünyada yaşamağımız axirətimiz üçün azuqə toplamağımızdır. Necə ki, İmam Əli əleyhissalamın kəlamında var. İmam Əli buyurur ki, Əd-dünya məzrəətul axirə. Dünya axirətin əkin sahəsidir. Hər kəs bu dünyada hansı əməlin sahibidir, axirətdə də onu təqdim edəcəklər. Quran-ı Kərimdə ayədə Allah Taala buyurur ki, Bismillahirrahmanirrahim وَمَا تُقَدِّمُوا لِأَنْفُسِكُمْ مِنْ خَيْرٍ تَجِدُهُ عِنْدَ اللّٰهِ. Nə xeyir əməl etmişsiniz özünüzdən əvvəl göndərmişsiniz, onları görəcəksiniz Allahın yanında. Yəni, onlar sizə təqdim olunacaq. Hansı xeyir əməlləri etmişsiniz, o xeyir əməllər sizə təqdim olunacaq. Bəzən insanlar unudurlar. Unudurlar nəyi? Axirəti. Dünyanın gözəllikləri və dünyada olanlar insanları axirətə laqeyd yanaşmağı və laqeyd olmasına səbəb olur. O cümlədən Allah Taala Quran-ı Kərimdə Əla surəsində buyurur ki, Bəl tu'thirunəl həyətəd dünya. Onlar axirət həyatına üstünlük verirlər. Onlar dünya həyatına üstünlük verirlər. Bəl tu'thirunəl həyətəd dünya. Onlar dünya həyatına üstünlük verirlər. Vəl-əxirətu xeyrun və əbqə. Axirət isə daha xeyirlidir, daha qalandır. Axirət bu cürdür. Daha xeyirlidir, daha qalandır. İnsanlar dünyada bu cürdür. Ya dünya üçün çalışırlar, hansı ki dünyadan köçəndə özləri ilə bir şey apara bilmirlər, ya dünyada yaşayırlar, axirətləri üçün çalışırlar. Quran-ı Kərimdə Allah Taala buyurur ki, فَمِنَ النَّاسِ İnsanlardan bəzisi var, yəqul bu cür deyirlər. Rabbənə ətinə fid-dünya. Ey Rəbbimiz, bizə elə dünyada əta etginə. Nə verirsən, elə bizə dünyada verginə. Allaha bu cür dua edirlər. Rabbənə ətinə fid-dünya. Ey Rəbbimiz, bizə dünyada verginə. Dünya malına həris insanlardılar. Dünya malına bağlanıblar və dünya onları o qədər özlərinə məftun edib ki, axirəti görə bilmirlər. Axirəti görə bilmirlər. Allah Taala buyurur ki, o insanlar bu cür dua edir. Rabbənə ətinə fid-dünya. Ey Rəbbimiz, bizə dünyada gözəlliklər verginə. Allah Taala buyurur, və mə ləhu fil-əxirəti min xələq. Onlar üçün axirətdə bir pay yoxdur. Axirət üçün bunlar heç nə etməyiblər. Heç çalışmayıblar, səy göstərməyiblər. Axirət üçün bir özlərinə azuqə toplamayıblar. Amma bir dəstə də var, bu cür dua edir. Rabbənə ətinə fid-dünya həsənətən. Ey bizim Rəbbimiz, bizə dünyada gözəlliklər nəsib etginə. Və fil-əxirəti həsənə. Bizə axirətdə gözəlliklər nəsib etginə. Və qinə əzəbən-nər. Bizi cəhənnəm odundan qoruginə. Axirətə nə üçün axirət deyiblər? Dünyadan sonra olduğuna görə. Neçə dənə təfsir getiriblər, neçə dənə izah getiriblər. İnsan dünyadan köçəndən sonra biz bilirik ki, bəzi şeyləri insan dünyadan köçəndən sonra görür. Hansı ki, Allah Taala insanın gözündən pərdələri götürür, insan onlara şahid olur. Quran-ı Kərim o həmin hadisəni bu cür təsvir edir, bu cür açıqlayır. Deyir, hətta izə cəə əhəduhumul mavt. Bir nəfər üçün ölüm gəldiyi zaman, qalə, bu cür deyir, qalə Rəbbi irciun. Ey Rəbbim, məni qaytarginən dünyaya. Belə deyir, ey Rəbbim, məni qaytar dünyaya. Ləalli əməlu salihən. Mən salih əməl edim.
Qaytar məni dünyaya, mən salih əməl edim. Fīmə tərəktu, hansı ki dünyada mən onları tərk eləmişdim. Onlara səthi yanaşırdım. Onlara əhəmiyyət vermirdim. Qaytar məni dünyaya, mən o salih əməlləri edim. Allah Teala buyurur ki, kəllə, innəhə kəlimətun huvə qailuha. Allah Teala buyurur, yox, heç vaxt, əsla. Bu söz deyənin sözüdür. Bu sözdən başqa bir şey deyil. Və min vəraihim bərzəxun. O ölümdən sonra onlar üçün bir bərzəx var. Allah Teala buyurur ki, orada qalacaqlar qiyamət gününə qədər ilə yevmi yub'əsun. Qiyamət gününə qədər orada qalacaqlar. Axirət günündə əməllər təqdim olunur. Hətta insanın dünyadan köçmə ərəfəsində hara gedəcəyi bəlli olunur. Bəzi rəvayətlər, hədislər bunu göstərir. Bəzi hədislər, rəvayətlər göstərir ki, insanların əməl dəftəri onlara təqdim olunan zaman o insanlar ki, cənnət əhlidir, onların sağ əlinə verilir. O insanlar ki, cəhənnəmə gedəcəklər, onlara arxadan verilir, sol əlinə verilir əməl dəftəri. Və ən maraqlısı burasındadır ki, insanlara əməl dəftəri verildiyi zaman bu cür buyurulur. İqrə kitəbəkə, bax öz kitabva, bax öz əməl dəftərvə. Bax öz əməl dəftərvə. Sanki insanın bir yaşadığı ömür bir kitab şəklində ona təqdim olunur, bir baxkına. Bax, bu yaşadığın həyat burada qeyd olunur. Orada kim inkar eləyə bilər ki, bu mənim əməl dəftərimdir, bu səhvdir? Mümkün deyil. İqrə kitəbəkə, Allah Teala tərəfindən bu cür nida olunur. Oxu ginan öz kitabıvı. Kəfə bi nəfsikə. Kəfə bi nəfsikəl yevmə əleykə həsibə. Özün özündən hesab etkinə. Özün özündən müdara etkinə. Məsələn, Peyğəmbərimiz salavatullah buyurur ki, o insanlar ki, bu dünyada özlərini hesaba çəkirlər, axirət günündə onların hesabı rahat olacaq. Ne üçün? Çünki artıq bu dünyada öz etdikləri əməllərdən xəbərdardılar. Öz etdikləri əməldən xəbərdardılar. Və elə o səbəbdən də axirət günü üçün azuqə toplamağımız önəmlidir. Allah Teala buyurur ki, təzəvvədu. Azuqə toplayın. Azuqə toplayın. Demək, yine mənim namazım var, bu mənə besdir. Bilmək olmaz. Demək, mənim zikrim var, bu mənə besdir. İmam Rıza əleyhissalamın kəlamında var. İmam Rıza aqil insanın xüsusiyyətlərindən danışır. Deyir, aqil insanın xüsusiyyətlərindən biri budur ki, öz etdiyi xeyr əməlləri az bilir. Günahı az da olsa belə, o günahı özü üçün çox bilir. Aqil insanın xüsusiyyətlərindəndir. Edib xeyrxalq əməlləri var, savab əməlləri var, salih əməlləri var, az bilir onu. Və bu həmin aqil insanın xüsusiyyətlərindən olan bu əməl insanı daim sövq edir, salih əməlləri yerinə yetirməyə və elə o səbəbdən də axirətimiz üçün çalışmalıyıq. Və ən xeyirli azuqə Quran-ı Kərimdə Allah Teala buyurur ki, təqvadır. Ən xeyirli azuqə budur. Ən xeyirli azuqə günahdan çəkinməkdir. Ən xeyirli azuqə insanın özü ilə məşğul olmasıdır. Özü ilə məşğul olmasıdır. Bu ən gözəl riyazətlərdəndir. Bu ən gözəl əməllərdən biridir ki, insanın özü ilə məşğul olması və Allah Teala inşallah bizi axirətimiz üçün azuqə toplayan bəndələrindən qərar versin. Bu günləri həmçinin qeyd eləmək istəyirəm ki, 17 oktyabr Füzuli rayonunun işğaldan azad olan günüdür. 20 oktyabr isə Zəngilan rayonunun işğaldan azad olunan günüdür və Allah Teala şəhidlərimizə rəhmət etsin. Allah Teala qazilərimizə şəfa versin və bizim bu torpaqların alınmasında hər kimin nə növ xidməti, zəhməti olubsa, Allah Teala onları dünya və axirətdə yardımcı olsun inşallah. Allah Teala'nı and veririk öz izzət və cəlalına, öz böyüklüyünə. Allah Teala
Bu cümələr hörmətinə günahlarımızı əfv etsin, tövbələrimizi qəbul etsin. Gələn günahlardan bizləri hifz etsin. Allah Taala cümləmizə təqva ilə yaşayıb, təqva ilə dünyadan köçməyi nəsib etsin. Allah Taala bizi öz lütfündən, rəhmətindən, kərəmindən məyus etməsin. Allah Taala aqibətimizi xeyirli etsin. Dünya və axirətimizi salamat etsin. Allah Taala inşallah zəmanəmizin imamının zuhuru üçün bizi hazır olanlardan qərar versin. Allah Taala dualarımızı, salam və salavatlarımızı, salih əməllərimizi zəmanəmizin imamının zuhuru üçün zəmin qərar versin. Allah Taala şəhidlərimizə və dünyadan köçən cəmi müsəlmanlara rəhmət etsin. Allah Taala qazilərimizə və bütün xəstələrə tezliklə şəfa inayət etsin. Allah Taala dünyada olan bütün müsəlmanları əmin-amanlıq içərisində qərar versin. Allah Taala hərbiçilərimizi, əskərlərimizi, vətənimizi, torpağımızı qoruyanları öz nuru ilə hifz etsin. Allah Taala bizim ölkəmizdə, dünyanın hər bir yerində sülh və əmin-amanlıq bərqərar etsin. Allah Taala məzlum müsəlman xalqlarına, xüsusən Fələstində olan Qəzza cəmaatına Allah Taala yardımcı olsun. Allah Taala tezliklə öz ölkələrini, şəhərlərini abad etməklərdə onlara müvəffəqiyyət inayət etsin. Allah Taala xalqımızın, dinimizin, İslam ümmətinin düşmənlərini məhv-i nabud etsin. İnşallah.